Belə bir sual paylaşmışdıq. Cədvəldəki uyğunsuzluqların sayını müəyyən edin. Sara Xəzəngül. Onlayn dərslər və sınaq paketləri üçün 051 537 90 86 nömrəsinə yaza bilərsiniz. Sınaq paketlərimizi əldə edib imtahana daha hazır formada girə bilərsiniz. Bizim sınaqlar 3 gündə bir dəfə, həftədə 2 dəfə göndərilmir. Bir dəfəyə sizə 1200 dənə sual göndərilir. Bir sınaq paketindən 1200 dənə imtahan səviyyəli suallar daxil edir, plus da onların izahları. Həmin suallardan biri burada verilib. Sara Xəzəngül. Diaqramın şərtlərinə də əməl etmək lazımdır. Sara üçün yazılıb ki, yaşca əsərin müəllifindən kiçikdir. Bu fikir yanlışdır, çünki Sara müəllifdən qabaq yaşayıb. Müəllif onun haqqında oxuyub əvvəlki dövrlərdə olmuş hadisələri. Nişanlısının oxla vurulduğunu görür, yanlışdır, çünki nişanlısının yanında olmamışdı. Arğunun yanında olmamışdı o öldürülərkən. Xəzəngül üçün yazılıb ki, təsadüfən yaranan fürsətdən istifadə edərək düşməni öldürür. Doğrudur Xəzəngül üçün, amma Saraya da aiddir. Çünki Sara da Xaqanı öldürərkən təsadüfən fürsət yaranır və ondan istifadə elədi. Əvvəlcədən planlanmamışdı. Hər ikisinə aid fikir bir tərəfdə yazılıbsa, yanlışdır. Əsərin adlandırılmasında onun adından və ya əlamətindən istifadə edilməyib. Gələk əsas məsələyə, bu səsli qız kimdir? Səsli qız kimdir sualının cavabını dəfələrlə vermişik. Əhməd Cavadın Səsli qız əsərinin orijinal videosu da elə bu cümlə ilə başlayır ki, səsli qız Sara deyil. Dəfələrlə demişik, dəqiq deyil. Yadda saxlayın. Deməli, əsərin adlandırılmasında onun adından və ya əlamətindən istifadə edilməyib. Xəzəngülə aid olsa da, çünki əsərin adı Xəzəngül deyil və yaxud da Xəzəngülə aid bir sifət deyil. Səsli qız əsərinə də aiddir bu fikir. Çünki Sara ilə bağlı deyil əsərin adı. Səsli qız başqa bir adamdır. Ona görə də bu fikir də yanlışdır, çünki hər ikisinə aiddir. Ortada yazılır ki, əsərdəki ümumi obrazlar içində yox, sırf qadın obrazlar içində əsas obrazdır. Bu fikir də hər ikisi üçün yanlışdır. Çünki hər ikisi həm ümumi obrazlar içərisində, həm də ki, qadın obrazlar içərisində əsas obrazdır. Deməli, biz deyə bilmərik, sırf qadın obrazlar içərisində. Xeyr, ümumilikdə əsərdə əsas obrazdır. Onlar, ona görə bu da yanlışdır. Neçə dənə yanlış var? 5 dənə. Düzgün cavab 5.